Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Biz sizi Bərdər rayon inzibati ərazisindən və eyni zamanda Tərtər rayon inzibati ərazisindən salamlayırıq. Onu qeyd edək ki, bir neçə gün əvvəl biz burada çəkilişdə olmuşduq və onu qeyd edim ki, bax, gördüyünüz bu yol bağlanmışdı. Allah dövlətimizi var eləsin, Allah prezidentimizi qorusun. Dövlətimiz gözəl işlər görür, həqiqətən. Bu günlərim dövlətimiz bax, belə gözəl körpülər salınır. Lakin nədənsə bu körpü bağlı qalmışdı və biz keçən dəfə Qarabağa gedən müddətdə biz burada çəkilişdə olduq və qeyd etdik ki, görəsən bu körpü niyə bağlıdır və eyni zamanda onu da qeyd edim ki, körpünü bağlayıb ora bir işarə qoymuşdular, danger, təhlükə və mən orada qeyd etmişdim ki, əgər bu yol həqiqətən təhlükəlidirsə, niyə cənab prezidentimizi bax gördüyünüz bu yolla aparırlar? Videomuz efirə gedəndən sonra dərhal bu problem haqqında ölçü götürdülər və gördüyünüz kimi hal-hazırda onu qeyd edim ki, yollar açılıb. Mən buradan təşəkkürümü bildirirəm aidiyyəti qurumlara və eyni zamanda əziyyəti olan hər bir kəsə təşəkkürümü bildirirəm. Var olun, sağ olun, Allaha əmanət olun. Necə deyərlər? Yaxşı ki varsınız, yaxşı ki biz də gəldik, buranı işıqlandırdıq. Bu sürücülərin yaxşı yuxarıdan hərəkət edib gəlməyə nail ola bildik. Allaha əmanət olun dəyərli izləyicilərimiz, özünüzdən müvəffəq olun.